Salam əziz və dostlar, umarım ki yaxşısınız və hər zaman yaxşısınız. Umarım ki bir də fürsət oldu və kitab oxumağa başlayacağıq. Bu günlər başlayacağam və umarım ki dostlar kitab oxumağı ciddi tutalar. Bilirsiniz, mən fikirləşirdim ki biz əgər danışqaha keçsək bu kitabı neçə vahiddə bizə dərs deyərlər. Vaqiət budur ki, bu kitab 4 vahid danışqahı dərsdir. Və İranda bu kitabın tayı yoxdur sizə dərs deyərlər. Və mən sevinirəm ki, bunu oxuram. Hər kəs də qulaq assa, bunu inanıram ki, bir 4 vahid danışqahı dərs oxur. Və özümdə də bu qədər çıxar görürəm ki, bu nəzəriyyələri deyəm. Bəlkə biri də dostlar məndən yaxşı deyər. Burada sözüm yox. Amma desələr, deyən olmadığı üçün mən feylən burada gül edirəm. O birisi güllər açılsalar, təbii ki, mən gül eləmərəm. Amma umaram ki, o birisi dostlarımız güllərini açalar və nə deyərlər, meydana gələrlər. Mənim kimi bəzaəti az insanlar meydandan çəkilir. Hər halda ...61-ci səhifəyə yetişdik. Türkçülüyün əsaslarıdır kitabımızın adı və Ziya Gökalp bunu yazıbdır. Birinci sətrini oxumuşuq əslində keçən dəfə. Dedi ki, birinci elə sətirdən başlayaq. Milli dayanışmanı qüvvətləndirmək üçün vətəni və mədəni əxlaqdan sonra bir də məsləki əxlaqı yüksəltmək lazımdır. Çox mühüm bir sözdür. Deyir ki, buna görə ki, eləyə bilək milli dayanışmanı, milli müqaviməti, milli mücadiləni qüvvətləndirək, gücləndirək, qüvvət ərəbcədir, türkçəsi gücləndirmək. Bunun üçün nə lazımdır? Bir, əvvəl budur ki, vətəni əxlaqımız geri olsun. Hər şey vətən üçün, canım vətən üçün. Öldürürəm vətən üçün, ölərəm vətən üçün. Hər nə olur olsun, hər nə qiymətə olur olsun, vətənimi satmaram. Bizim Güney Azərbaycanda bəzi ruznameniqarlar vətənin agəhiyə satırlar. Bunlar vətənpərəst deyirlər. Bunlar agəhipərəst və puldan ötürü hər şey görürlər. Hər iş görürlər, xüsusən vətəni satırlar. Bilmirlər ki, nə böyüklükdə xiyanət edirlər. Vətəni əxlaqın yanında mədəni əxlaq da var. Bunların ikisindən sonra hangi əxlaq lazımdır? Nə mənə lazımdır dayanışmanı qüvvətləndirmək üçün? Bir də məsləki əxlaqı. Məslək nədir? İş. İş əxlaqı. Diqqət buyurun, iş əxlaqı dünyanın hər yerində yazılıb və hər yerində var. Məsələn, millət vəkillərinki məclisdədir, bir iş əxlaqı var. Qanun-i əsasiyə Qur'ana and içirlər, millətə and içirlər ki, and olsun bu millətə, and olsun şərəfimə, and olsun namusuma, and olsun Qur'ana, and olsun kitaba. Mən bu millətə xiyanət etməyəcəm. Amma görürük ki, hamısı gedir məclisdə və xiyanət edirlər. Xiyanət edirlər, pul alırlar və xiyanət edirlər. Rüşvət alırlar, ixtilas edirlər. Dövlət ilə əlbir olurlar, qaçaqda hər şeydə əlbir olurlar. Bu bir orada onların da özlərinin içində əlbəttə bir şeyləri var, ayinnamələri var. O ayinnamədən mən bilmədiyim üçün, oxumadığım üçün, bilmədiyim də bəlkə də oxumuşam, yadımda deyil, amma oxumamışam fikirlə. Ondan danışmayayım, amma ayinnamələri var, yəni əxlaqi bir prosesləri var. Məsələn, nümayəndələr müntəxəblərinin namusuna erkəkli dişili göz tikəməzlər. Necə ki, müəllimlər şagirdlərinə və şagirdlərin nənələrinə, bacılarına, ərlərinə, qardaşlarına göz tikəməzlər. Amma İranda baxırsınız ki, ustad danışqah deyir, mən sənə nümrə verirəm, amma mənlə yatsan. Bir gecə mənlə olsan. Vəkillər görürsünüz ki, pulu alır, əsən pərvəndiyə yetişmir. İçində abır, baxı demirəm hamısı, mütləq danışmıram. Amma istəyirəm deyəm ki, bir
məsləki əxlaq var, o məsləki əxlaqı müraat etmək gərəkir. Yoxsa o əxlaq, o məslək zaman içində, millət içində abrısını əldən verər. Mollalara tay. İndi mollalar bu camiədə əxlaqı yoxdur. Yəni, heç kəs bu mollalara adam hesab eləmir. Onların təsirində imamları, peyğəmbərləri də adam hesab eləmirlər. Qur'anı da qəbul eləmirlər. Qur'anın əxlaqını da qəbul eləmirlər. Niyə? Bir dənə məslək, o birisi şeyləri xərab eləmək gücü var. Necə ki, şah zamanı heç olmasa bir şeyə yox, jandarmeriyə yox, laqəl ərteşə etimad var idi. Bir zaman sipah paslarına etimad var idi. İndi nə sipah paslarına etimad var, nə niru intizamiyə etimad var, nə ittilata etimad var. Məslək əxlaqı aradan gedibdir. Hər kəs öz yerində başardığı, hər kəs harda istihdam eləsə, hər kəs harda təcavüz eləsə, hər kəs harda uğurlasa, bu sınıf deyil. Məsələn, zərgərliğin özünün bir sınıfı var, şeyi var, məsləki var. Sən bu qızılçı satırsan, bunu gərək elam eləyəsən, buna qatanmasın. Amma görür, qatırlar da elam da eləmirlər, insanlar da 3 qat, 4 qat başlarına qatırlar. Nevisəndələrin, yazarların, ruznamenigarların, döhdürlərin, hər məsləkin özünün bir əxlaqı, quralı, qanunu var. Quralı var. Qural, türkcə, qanunun yerinədir ki, ərəbcədir. Müqərrəratın yerinədir ki, o da ərəbcədir. Hər millət sosial iş bölümü sonucu olaraq bir takım məslək və uzmanlıq sınıflarına ayrılır. Təbii, hər millət ictimai, toplumsal, sosial toplumsal iş bölümünə görə, ictimai iş bölümünə görə sonucu, bu iş bölümün sonucu olaraq, yəni nəticətən insanlar bu məsləkləri öz-özünə yaranmayıbdır. Bunlar iş bölümün sonucu olaraq yaranıblar. Bir takım, yəni bir çox, bir silsilə, bir takım timdir. Tim deyəndə şey yox ha, o şey ki bir-birinə yaraşa ona tim deyirik. Məsələn, kot şalvar ki bir-birinə yaraşa, buna takım deyirlər. İki danadır, biri kotlu, biri şalvardır. Bir cinsidən də deyirlər, biri bir ayrı formatdadır, biri amma bir-birinə yaraşdığı üçün buna takım deyirlər. Bir takım məslək və uzmanlıq, məslək iş, uzmanlıq təxəssüslər sınıflarına ayrılır. Sosial toplum belə bir sınıflara ayrılır. İstəyək, istəməyək. Mühəndislər, döhdürlər, muzisyenlər yəni musiqi çalanlar, rəssamlar, nəqqaşlar, öyrətmənlər, müəllimlər, yazarlar dedim, əskərlər, ordu bunda misal vurdum, avukatlar, hüquqdanlar bunları da dedim, tüccarlar, tacirləri də misal vurdum mən zərgər olaraq, çiftçilər yəni onlar ki əkincək, biçincək, törəcək ilə şeydirlər, əkinçilik, biçincilik və törətmək də qoyun-qavar, heyvan saxlamaq. Fabrikatorlar, fabrika dedik ki, latin bir sözdür. Təbrizdə, Azərbaycanda biz ona kərxana deyirik. Elə fabrika Avropadan aldığı üçün türklər onu ilə fabrika işlədirlər. Fabrikatorlar, yəni fabrika sahibləri. Ya fabrika işlədənlər, yəni müdürlər və sərmayədarlar. Dəmirçilər, bilirik da bu dəmirçilər. Marangozlar, nəccarlar. Hallaclar, qədim hallac var idi, indi yoxdur. Hallacın işi bilirsiniz nədir də? Hallacın əlində bir dəzgahı var idi. Dəzgah deyərik ona. Dəzgahı var idi. Bu dəzgah hallaclıq dəzgahı idi. Bir toxmaq idi, əlində olardı. O da bir saz kimi bir şeydi əslində. Fəqət saz yumurudu, dalısı. Bu bir tükədi uzun. Bunun bu başdan o başa bir sim bağlanar. O sim mal bağırsağından olar normalda. O bağlanar, eyni ona tay bərkiyər. Bunu qoyarlar yünü, məsələn yorğan döşək qalıb bərkiyib ya yün qalıb bərkiyibdir. Onu qoyarlar onun içinə. Toxmaqla bu yaya vurarlar. Yaydı ya çirişdi. Çirişə vurarlar fikirəm. Yay deyirlər adına da hər halda. Bunu vurarlar. Bu o zərbənin əsərində, o gücün əsərində
irticai bir vəziyyətə düşər və bu yünü didər, dana elər, çox yumuşaq elər. Elə bunun adı hallaşlıqdır. Dəyirmançılar yenə də yoxdur bu zamanda. Qədim dəyirmançı hər kətdə, hər neçə kətdən birində dəyirmançı olardı. Buğdanı, arpanı, hər neçə olardı dartacaqdılar, aparardılar orada dartılardı. Fırıncılar, çörəkçilər, fırın Avropa sözdür gəlir. Bəlkə də bilmirəm, türkçə sözdür, bilmirəm. Hər halda Türkiyədə çox işlənir bu fırın. Fırın təndirçilər əslində. Bizdə də çörəkçi deyirik bunlara. Qəssablar, bilirik də o qəssab olar ki, ət kəsərlər, onların isti. Baqqallar, baqqal da ki, həmin baqqal biz deyirik, ya baqqal deyirik, elə bunlar da baqqal yazıblar, və digərləri və ayrı sınıflar. Bu qruplar bir-birinə qarşılıqlı olaraq gərəkli və muhtacdırlar. Bu qruplar, yəni bu işləri ki saydı, bunlar qarşılıqlı olarlar. Yəni bir-birlərinə üzbəüz, həm qarışıq, bu cürsü qarışıq olar, aş kimi, ona da qarışıq. Yəni bir də qarışıqlı, yəni mütəqabil ərəbcə. Mütəqabilən bir-birlərinə gərəkli, yəni vacib və muhtacdırlar. Bir-birlərinə muhtacdır, ehtiyacları vardır. Bir-birlərinin yapdıkları xidmətlər bu qarışıqlı, gərəkli olmalarda bir tür dayanışma deyilmidir? Deyir ki, bu işlərin bir-birlərinin yapdıkları xidmətlər, bir-birləri bunlar hərəsi bir xidmət, bir iş görür. Xidmət ərəbcə sözdür və bunun müqabili zəhmət də desək ki, ərəbcədir. Hər halda bu qarışıqlıq, bu mütəqabil gərəkli olmalar, yəni vacib olmaları da bir tür, bir cürə, bizdə cür deyilir. Bir tür dayanışma, müqavimət deyilmi? Sual soruşur. Bu özü bir növ müqavimət deyil, bir-birimizə köməklik edir. Bu işlər bir-birinə köməklik edir və bu buradan bir iş çıxır. Məsələn, bir evdə, diqqət buyurun ki, görün neçə dənə iş əl-ələ verir, ta bir ev düzəlsin. Ya məsələn, biz yaşam üçün çörəkçi, suçu, dəmirçi, taxtaçı, elektrikçi, bunların hamısı bir-birini əl-ələ verirlər ki, biz yaşaya bilək. Bu bir növ müqavimət yaradır ictimada. Bu tür dayanışmanın güclənməsi üçün öncə iş bölümünün ancaq ortaq vicdana sahib bir toplum içində ortaya çıxması şərtdir. Bu tür dayanışma, yəni bu tür işlərin bir-biri ilə olması, müqavimət eləməsi, güclənməsinin üçün, bu işlərin güclənməsi üçün öncə, yəni yap əvvəl, başdan iş bölümünün ancaq orta vicdana sahib bir bölüm. Deyir ki, bu iş bölümlərinin hərəsinin özünün bir ortaq vicdanı olmalıdır. Yəni biz neyin əməliyik? Mənfəətimizi də saxlayaq, millətin arasında heysiyyətimizi də saxlayaq, abrzımızı da saxlayaq. Bir ortaq vicdan. Ortaq vicdanı danışdıq, dedi ki, Durkheim ona dedi ki, kollektiv təsəvvür. Biz bir kollektiv təsəvvür, bir toplumsal bir təsəvvür yaradaq. O sınf özü bir toplumsal özündən, işindən xidmət ki verir, ondan bir toplumsal və camiədən reaksiya alacaqdır, ya əksül əməl alacaqdır. Ondan bir toplumsal özündən bir ortaq vicdan yaratmaq lazım gəlir buna. Dedik, vicdan o şeydir ki, biz tapırıq camiədə, müqəddəs bir şey deyir və dəyişər. Onun üçün deyir ki, vicdan, çünki bu insanlar ortaq bir vicdan axtaracaqlar, bu axtarmaqla tapılar. Bir toplum içində ortaya çıxması şərtdir. Bu toplumun içində hər sinfin özünün bir ortaq vicdanı olması şərtidir. Ortaya çıxması da şərtdir. Yəni, bunu gərək qoyarlar, hamı da bilə. Məsələn, bunlar təxəllüf eləsələr, bunların qabağında nə etməlisən? Məsələn, qızıla gümüş qatsa, dəmir qatsa, mis qatsa, nə bilim, ayrı bir şey qatsa, nə etməlisən bunun qarşısında? Və onda o sınf bu adamla nə etməlidir? Bahat satsan, tovulasan birin. Məsələn, bir dona zərgər aparasan bir şeyi verəsən, deyək ki, bu məsələn murvarid deyil, bu məsnudur. Amma bəlli ola ki, məsnu deyilmiş. Onda nə etməlidir? Misal məsələn buduram. Müəllimlər ha belə, ustad danışqahlar ha belə,
hər şey döhdürlər ha belə. Məsələn, döhdürcədə xanım döhdürünə gedir. Məsələn, xanım döhdürü tamam bunu istəyə kişi bir döhdür ola, istəyə məsələn bundan sui-istifadə edir. Sui-istifadə bu deyil ki, fəqət seks edir. Ha, sui-istifadə bu olar ki, baxar, əllər, oynadar. Bunlar da sui-istifadədir. Və məriz də fikirlər bəlkə o tamam orada bunu müayinə edir. Amma xəbəri yoxdur ki, ondan ləzzət aparır. Bunlar çox önəmli bir şeylərdir. Başqa millətlərə mənsub olub da aralarında ortaq vicdan bulunmayan topluluqların iş bölümü gerçək iş bölümü nitəliyində deyildir. Deyir, amma başqa millətlərə mənsub olan, yəni başqa millətlərdən, məsələn, fərz eləyin ki, ərəblər, kürdlər, bəluslar, türkəmənlər, türklər, məsələn, deyək, əraqlılar, nə bilim, farslar, əfqanlılar, məsələn, bunlar başqa millətlərə mənsub, dedim nümunəsini, onlara bağlı, mənsub olan, yəni bağlı olan da, mənsub olan olub da aralarında ortaq vicdan bulunmayan, amma bunların aralarında bir ortaq vicdan yoxdur. Müxtəlif millətdirlər, ortaq vicdan da yoxdur. Çünki bir-birləri ilə tanış deyirlər, bir-birlərinə dayanışmada müşarikət eləmirlər. Bulunmayan topluluqların, bu hamı bir topluluqdur. Toplaşıblar, məsələn, bir dənə şəhərdə bunlar yaşırlar. İş bölümü gerçək iş bölümü nitəliyində deyildir. Bunların iş bölümü doğrudan vaqei, həqiqi, doğru bir iş bölümü nitəliyi, yəni aydınlığında deyildir. Durkim bu tür xidmətlərin alınıb verilmələrinə qarşılıqlı parazitlik adını verir. Durkim bu işə ki, qarşılıqlı bu tür xidmətlərin alıb vermələrinə nə deyir adına? Deyir ki, qarşılıqlı parazitlik. Bunlar parazitdirlər. Çünki işləmir, bir təşkil, bir sistem şəklində getmir. Bu ortada çıxıb bir şeydir. Toplumdan işləmir. Bu parazitdir. Parazit bilirsiniz, radioda zadda işlənir. O modu ki, radiodan biz rahat eşidirik, daimən eşidirik, qulağımızı, gözümüzü əziyyət vermir. Ona parazit demirik. O normaldır. Amma o zaman ki, bir dana parazit gəlir ki, bu bizim qulağımızı incidir. Bizim adətlərimizi ki, radionu görmək, qulaq asmaqdır, televizyonu görməkdir, bunları ya interneti görməkdir. Bunları, məsələn, internetə nə deyirlər? Bir şey deyirlər internetin indi parazitinə. Adı yadımdan çıxdı, bir silahı var. O parazit hesab olur. Çünki o gəlir sizin o rifahınızı, aramışınızı, ruhi, cismi onu dayandırır. Bu parazit, qarşılıq parazitlik, bunlar hərəsi bir parazitdir özləri. Amma bunlar qarşılıq, mütəqabil genədə, mütəqabil bir parazitdirlər. Məsələn, əski Türkiyədə türklərə müsəlman olmayanlar ortaq bir ekonomik həyat yaşadırdılar. Deyir ki, əski Türkiyədə, yəni Osmanlı dövründə türklərə müsəlman olmayanlar ortaq bir ekonomik həyatı yaşadılar. Türklərlə bərabər müsəlman olmayanlar da bir ortaq müştərək, ortaq ekonomik, iqtisad həyatı yaşırdılar, yəni yaşamı yaşırdılar. Fəqət aralarındakı iş bölümü gerçək bir iş bölümü deyildi. Amma bunların aralarındakı türklərlə qeyri-müsəlmanlar aralarındakı iş bölümü doğru bir iş bölüm deyildi. Necə ki, Təbrizdə ermənilərlə türklərin bu iş bölümləri doğru bir iş bölüm deyil. Bilirsiniz niyə də. Məsələn, çox bir az adam ermənilərə iş verər və ermənilər müsəlmanlara iş verməzlər. Bir tərəfədir. Çünki əqəlliyyətdədirlər, onlar işləri yaxçı görürlər əlbəttə. Özlərinə abri qazandırırlar və insanlar onların üzündən də deyirlər və Məsihiyyət yaxçıdır, gedirlər Məsihi olurlar. Calib budur, fəqət buna görə ki, erməni orada işi yaxçı işlir, insanlar din dəyişdirirlər. Amma müsəlmanlar üçün oğurluq elirlər, əski elirlər, nə bilim, işə parazit qatırlar. İnsanlar müsəlmanlıqdan qaçırlar. Bu mütəəssifanə ya xoşbəxtanə
bir dana bir şeydir. Hər halda bunu tozih verir mən misal. Qarışıqlı bir parazitlikdən ibarətdir. Dedik ki, bunlar bir qarışıqlıq parazitdir. Təbrizdə görəsiz ya İstanbulda görəsiz. Aynı işdir. Ya məsələn görürsünüz ki, Suriyəlilər gəliblər Türkiyəyə. Suriyəli ərəbdir, müsəlmandır. Türklər də müsəlmandır. Amma görürsünüz ki, parazitdirlər onlar. Onlar o topluma yamaqdırlar, olmurlar. Adamı dururlar şəhərdə, doğururlar bıçağına. Türklər də buna əks əməl göstərəcəklər, çıxacaqlar. Ola bilər türklər özləri də adam öldürürlər. Demirəm öldürmürlər. Amma ona əks əməl yoxdur. Çünki o parazit deyil. Onu demirəm qəbul eləyiblər, yox. Amma bir türlü o qarışıqlı bir məsələyə çevrilibdir. Çünki türklərlə bu türk olmayan unsurlar arasında ortaq bir vicdan yoxdur. Çünki bunların dedim arasında bir ortaq vicdan yoxdur da. Dedim məsələn Suriyəlilər də ki müsəlmandır, misal vurdum. Ya İranlılar, farslar xüsusilə ora gedirlər. Türklər yox, türklərin bu müşkülü yoxdur Türkiyədə. Amma farslar gedirlər ora, müşkül yaranır. Yaradırlar yəni. Və bir topluluqda yaşayıblar ki, özləri üstün görürlər. Çünki İran hər yerinə getsələr onları təhvil alırlar. Fars dilinə görə. Fikirlər görə türklər orada türkünü qoyalar, farsı örgəşələr ki, bunlar gedəndə onlara servis verərlər. Bu qədər biraz ahmaq böyüyüblər. Və o, dedim, camiəşünası yoxdur. Bunlar ki, ora gedirlər. Əksərən %99'u təhsilatları var, ali təhsilatları var. Amma çünki camiəşünasını qələtləyiblər bunlara. Bunları brainwash eləyiblər, bunlara beyinlərin yoxlar. Bunlar ora gedirlər, mütəəssifanə eləyə bilmirlər camiəni. Hər yerə gedəndə bu türdə. Avropada da, Amerikada ya gərək sakit qalalar, çıxmayalar, əlciyə girməyələr, ya da ilgiləri sadəcə seks hududunda olur. Türkiyədə də bu türdə, Amerikada da bu türdə, Kanadada bu türdə. Türklər müsəlman olmayanların politik parazitləridirlər. Türklər müsəlman olmayanların siyasi parazitləridirlər. Çünki onlara siyasi olaraq onların siyasətlərin elirlər də, qatışdırırlar. Onlara siyasi güc vermirlər. Müsəlman olmayanlar da türklərin ekonomik parazitləridirlər. Onlar müsəlman olmayanlar da türklərin iqtisadi parazitləridir. İndi diqqət buyurun. İndi İranda da dəqiqən bu cürdür. Biz farsların siyasi paraziti yox. Onlar bizim ekonomi parazitimizdirlər. Diqqət buyurursunuz, bunu biz indiyəcəm, mən oxumamışdım şəxsən, bu cür də düşünməmişdim. Millətlər arası ekonomik işliklər də çoxu bu biçimdədir. Millətlər arası, yəni uluslar arası. Ulus deyəndə həm bir nəcad gəlir, bir soy gəlir, həm də bir millət gəlir. Ona görə ulus deyirlər. Uluslar arası, millətlər arası, yəni olur uluslar arası. Bəllidir ki, o zaman ki bu kitabı yazılmış, uluslar arası kəlməsi hələ Türkçədə siyasi akademiyaya, elmə girməmişmiş. Onun üçün burada millətlər işlədir. Millətlər arası ekonomik ilişkilər də, yəni o iqtisadi əlaqələr, ilişkilər, əlaqələr çoxu bu biçimdədir. Eyni bir parazitdirlər bir-birlərinə. Bu tür dayanışmanın güclənməsi üçün buradan baxarıq. Hardan görürük? Görürük ki, indi Amerika ilə Çini qoysaq, bir-birlərinə parazitdirlər. Həm siyasi parazitdirlər, məsələn Rusla daha belə, həm iqtisadi parazitdirlər. Bəzən elmi parazitdirlər hətta. Bunu da səviyyədə, beynəlmiləl səviyyədə görürük. Millətlər arası olur beynəlmiləl səviyyə. Onu mən istədim ki, buradan deyim. Bu tür dayanışmanın güclənməsi üçün ikinci şərti də məslək qruplarının tüm yurdda yaygın milli örgütlər biçimində orqanlar vücuda gətirməsindən sonra hər məslək sınıfının da məsləki bir əxlaqın qurulmasıdır. Tamam, diqqət buyurun. Deyir, bu tür dayanışmanın güclənməsi üçün, o ictimai, iqtisadi, məsləki güclənməsi üçün ikinci şərt də lazımdır. O ikinci şərt nədir? Məslək qruplarının tüm yurd, yəni tüm vətəndə,
Dedik, vətən ərəbcə sözdür, türkcəsi yurtdur. Biz yurt deyirik, yurd da yazılır, yurd da oxunur. Elə biz özümüzün də ağzımızda həm yurdu deyərik, həm yurt deyərik. İkisini də deyərik. O d ilə t bir-birlərinə değişilir türk dilində. Bu ədəbi şəfahidə değişilir, kətbidə yazılır bəzən. Məslək qruplarının tüm yurtda yaygın milli örgütlər biçimində orqanlar vücuda gətirməsindən sonra. Deyir, əvvəl gərək, sonranı axirdə gətirir. Yəni, əvvəl gərək tüm vətənin başa-başında hər sınf özü yaygın bir milli örgütlər, yəni təşkilat, örgüt türkcədə təşkilat ki, ərəbcədə ona, sazımanca farscədə ona, onun yerinə örgüt işlənir. Örgütlər formunda, şiklində, özəlliyində vücuda gətirməsindən sonra, yəni əvvəl gərək bunu vücuda gətirək. Yəni, hər bir sınıf nəccarlar ölkənin başa-başında, yurdun başa-başında özünə aid bir örgütü, sazmanı gücətməlidir. İndi diqqət buyurun, İranda Rıza Şahdan bu günəcən təşkilatlanma qadağandır İranda. Bu əslində demokrasi ilə yox. Əslində bu ictimanın o iş bölümü ilə müxalifətdir. Diqqət, bunları bizə deməyiblər camiə şünasıda. Bunları biz indi Türkiyədən öyrənirik. Döşcüralarımız bunları bilmirlər. Döşcüra İranda bunları bilmir. Pəs, birinci şərt nədir? Bu müqavimət milli üçün o vətənin başa-başında hər sınıf gərək özünə aid bir, məsələn, indi sendika deyilir, əncüməni sinfi deyilir, hər nə deyilir. Onu gərək vücuda gətirə. Nə ola ondan sonra? Ondan sonra hər məslək sınıfında, hər məsləki bir sınıfında, dedik, nəccarlar, bəqqallar, çaqqallar, hər kəs hər nə deyirsiniz, döhdür, mühəndis, nə mənə deyirsiniz, məsləki bir əxlaqın qurulmasıdır. Hər sınıfın özünün də bir məsləki, yəni iş üzərə bir əxlaqın qurulması lazımdır. Yəni bir qurul, buna bir qurul, yəni qəvaid, müqərrarat qoyulması lazımdır. Məsləki əxlaqı başqa məslək qrupların yapmasından sakınca olmadığı halda yalnız bir məslək üyələrinə məslək gərəyi olaraq yasaq olan eyləmləri göstərir. Məsləki əxlaq, hər işin məsləki əxlaqı, başqa məslək qruplarının yapmasından sakınca olmadığı. Deyir ki, o ayrı bir, məsələn, ruznameniqarlar, yazarlar, döhdürlər, mühəndislər, vəkillər, nəccarlar, baqqallar. Onlar da bizim qrupumuzun əxlaqi, məsləki əxlaqından faydalana bilərlər. Onu istir desin. Başqa məslək qruplarının yapmasında sakınca olmadığı. Yəni, onlar da bu işi görməsində heç sakınca, heç bir müşkül, problem olmadığı halda, yəni yapa bilərlər, yalnız bir məslək üyələrinə, amma sadəcə fəqət ruznameniqarlara gərək bu yazılsın. Bunu çapı nəşr eləyə bilər, bunu ruznamə sahibləri də eləyə bilər, bunu kitabçılar da eləyə bilər, şairlər də eləyə bilər, fukahi yazanlar da eləyə bilər, karikatüristlər də eləyə bilər, əqqaslar da eləyə bilər, ərz eləyim, dəmirçilər də eləyə bilər, döhdürlər də eləyə bilər, cərrahlar da eləyə bilər, hamı bu işi görə bilər. Amma yalnız bir məslək üyələrinə, fəqət məsələn jurnalistlərə, məslək gərəyi, iş gərəyi, işin lüzumu, vacibliyi olaraq yasaq olan eyləmləri göstərir. O əxlaq, məslək əxlaqı dedi, indi cümlə belədir. Məslək əxlaqı, məslək gərəyi olaraq yasaq olan eyləmləri göstərir. Bəs cümlə belə xülas oldu. Məslək əxlaqı nədir? Məslək gərəyi, yəni işin lüzumu, işin gərəyi olaraq yasaq olan, məmnu, qadağan olan eyləmləri, işləri, eyləm, iş, hərəkətləri göstərir. Bəs əxlaq nədir? Hər sinfi əxlaq nədən ibarətdir? Bu cümlədir. Məslək əxlaqı yasaq olan eyləmləri göstərir. Pəs məslək əxlaqı belədir. Məsələn,
bir bölgəyə kolera, bilmirəm yəni nə mənə, bulaşıcı, deyir ki, bir növ mərislik adıdır kolera, bulaşıcı xəstəlik, bir növ müsri, bulaşıcı müsridir ərəbcə. Farsca da yoxudur bunun. Müsri bir xəstəlik, məriz, xəstə yəni məriz. Hətta yorulnuq da bir xəstəlikdir əslində. Siz gərək onu istirahət eləyəsiniz, canınızdan çıxadasınız. O çıxandan sonra düzəlirsiniz, yəni adi halə gəlirsiniz. Pəs indi deyir ki, məsələn bir bölgə yəni bir məhdudədə, bir coğrafiyada bölgəyə kolera bulaşıcı xəstəlik girdici zaman, ora bir xəstəlik girdi. Oradan hər kəs qaça bilir. Hamı oradan qaça bilər. Haqqı var. Burada məsələn deyək ki, məsələn İranda indi qoymurlar qaçasınız bəzi günlər kətlərə. O halda ki, bu iştibahdır. Sən deyəcəksən toplumdan qaç o yerə ki, orada mərislilik yoxdur. İnsanlar qoy getsin dağa, qoy getsin kəndə, qoy getsin çölə. Adamlar bir-birlə təmasda girməsinlər. İranda nə deyir? Sən şəhərdən çıxanmasan eşiyə, şəhərin yolun bağlı çıxanmasın adam eşiyə. Kanadada o cür deyil. Kanadaya deyir ki, iyalətdən iyalətə getmə. Çünki mərislilik apararsan ora. Onu getmə. İyalətin içində çıx get hər yerə. Çıx dolanmağa, çıx get parça, çıx get çölə, dağa, daşa dolan. Çünki bu insanların haqqıdır. Nə mənədir haqqı? Oradan hər kəs qaça bilir. Yalnız doktorlar, papazlar qaçamaz. Amma doktorlar ilə papaz kimdir? Kilisada işləyən insanlar, mollalar məsələn, qaçamaz. Niyə qaçamaz? Doktorların vəzifəsi davadır, dərmandır. Bunlar qaçsalar, bu mərizləri kim yetişəcək? Bunların işi budur. Sadə bu gündə deyil ki, insanlar sadə mərizçilik olanda gedələr onların yanına, onlar qaçmayalar, faydalanır. Yox, onlar faydalanırlar. Eyni əskər kimi. Biz 50 il bir dana sərbaza pul verirlər, bir gün cəng düşsə gedə savaşa. Siz 100 il döhdürə gedirsiniz, dava dərman verirsiniz ailəlik ki, bir gün ki, çətinliğə düşdünüz, o döhdür sizin yanınızda olsun. Yoxsa döhdürə niyə gərək pul xərcləyək hər şeyə? Papazlar da bu cürdür. Papazlar nəyə kilisada qalırlar, mollalar nəyə kilisada, mərislikdə qalırlar? Buna görə ki, insanların dərdinə yetişələr. Ruhi dərdlərinə yetişəcəklər. Allahla hər vaxt çıxırlar mənbərə, Allahdan danışırlar. Ölünü namaz qılırlar, evləndirirlər. İndi də ki, adam məris düşüb, gedəcək orada, deyəcək ki, Allah var, filan var, ümid verəcək, filan verəcək, bəhman verəcək. Bunun kimi hər kəs ticarət yapa bilir. Amma hər kəs ticarət yata bilər. Bunun kimi yəni deyir ki, hər kəs ticarət iş görə bilər. Siz də mən də gedib bir şey alver eləyə bilir. Bu ticarətdir. Rəsmi nüfusa sahib olan dövlət məmurları yapamaz. Amma o diqqət buyurun, İranın bərəksidir. Baxın, İranda görün nə cür qeydibdir, dünya dəyişilibdir. Ona görə camiəşünaslıq da dəyişibdir. Deyir ki, hər kəs ticarət işinə girə bilər. Amma rəsmi nüfusa sahib olan dövlət məmurları yapamaz. Amma dövlət məmurları, onlar ki, dövlət işindədirlər, rəsmi nüfusa sahib, yəni rəsmən dövlət işindən hüquq alır. Adı dövlət işindədir. Adamlar deyir, bu dövlət məmuru, dövlət işçisidir. Bu adam ticarətə girə bilməz. Məsələn, Amerikada bu çox ciddidir. Məsələn, buna conflict interest deyirlər. Deyirlər, məsələn, mən bir yerdə işləyirəm. Mənim xanımım, qızım, evlatlarım, dədəm, nənəm orada işləyə bilməz. Bacı qardaşım orada işləyəməz. Amerikanın keçmiş rəis cümhuru geçmiş. O böyük bir sərmayedardır. Yüzlər karxanası, fabrikası var. Amma rəis cümhur olanda o işi gərək qoya qırağa. Əvvəl gərək istefa verə, işləri müntəqil eləyə ayrı adama, sonra gələ işləyə. Pəs, əskər sınıfından olanlarının qorxaq, polislərdən düşkün, hakimlərdən tərəfçi, öyrətmənlərlə yazarların cahil və idealsız olmaları məslək əxlaqına aykırıdır. Mən bayaqları Ruznamə Nigarları danışdım, burada onları deyir. Deyir ki, əskərlərə nə mənə aykırıdır? Aykırı yəni müxalifdir, əskər əxlaqı ilə. Yəni ordu. Bir adam ki, indi ərteşdədir, hər yerdədir, silahlı qüvvələr deyək. Silahlı qüvvələrin əskər sınıfından, yəni silahlı qüvvələrin olanların,
yəni silahlı qüvvə üzvlərinin olanların, yəni əskər üzvü olanların qorxaq olmaq haqqları yoxdur. Qorxsalar da özlərini qorxmamaz göstərəcəklər. Düşmənin içinə girəcək, öldürəcək və öləcək. Yəni bu bunun ölümdən qorxdusu oldu, bu əskər deyil, girməməlidir ora. Bu bir. Polislərin düşkün. Polislər rişvətə, pula, matiyə, öpüşə, seksə düşkün olmamalıdır. Çünki onda cərimə yazanda biri göz vurar, yazmaz. Bir qatilin məktulu bir nəfəri öldürüb qatil var. Qatil bir göz vurar, bir qıçın görsədər, bir orasını görsədər, bir burasını görsədər, biraz pul görsədər, polis işini görməz. Düşkün olmayacaq. Düşkün nə demək? Yəni tamahkar. Mən məsələn qarnıma çox düşkünəm. Bir müddətdə əlbəttə yemirəm, biraz arıqlatmağa çalışıram özümü. Amma bu iradəm var, yəni qarnıma düşkünəm, amma istədiyim yerdə aylarca yemərəm. Düşkün demək, yəni tamahkar olmaq. Polis tamahkar ola bilməz. Tamahkar hər nəyə desəz tamahkar. Evə, pula, arvada, gözəlliyə, paltara, maşına, rişvət, hər nəyə, heç də düşkün ola bilməz. Baxın, bu əxlaq da əxlaqları xilas edir. Hakimlərin tərəfçi. Hakimlər, yəni hakim kimdir? O adam ki, hökm edir. Hökm eləyən kimdir? İki nəfərin arasında hökm eləyən. Bu, İranda qazi deyirlər ona. Qazi əslində o adamdır ki, savaşır. Qazi savaşçıldır. Bilmirəm niyə İranda qazi deyirlər ona, hakim demirlər. Çünki qazi savaşçıldır. Qəzavət də savaş anlamındadır. Amma İranda qəzavēti nə anlamda işlədirlər? İki nəfərin arasında sən savaşırsan elə onlarla, sən heç tərəf deyilsən, sən savaşmaq haqqın yoxdur. Sən hakimsən, yəni duracaqsan, hökm eləyəcəksən. Nə əsasında? Qanun. Sən tərəfçi çıxa bilməsən. Öyrətmənlərlə yazarlar cahil olamazlar. Cahillikdən əlavə idealsız olamazlar. Baxın, öyrətmən. O adam ki, istəyir müəllim ola, məni iş yoxdur, gedim müəllim olum. Bu yox, mən çoxlarını tanıram. Müəllim olublar, tüm pul yoxdur, iş yoxdur, deyir, gedim müəllim olum. Xalqın uşaqlarına söyüş verir, böyüklərinə söyüş verir, arvadlarına, nənələrinə, bacılarına göz tikir. Və idealı yoxdur. Sən burada bilmir ki, mən bu uşağı neyiniyəcəm? Bu uşağı dövlət mənə deyir, belə elə, mən bunu neyiniyəcəm? Onun üçün deyir ki, fars dili müqəddəsdir, sən fars dili, türk dili yazanmasan, rədd elərəm, mədrəsən sallamış ki. Çünki bu adamın bir idealı yoxdur camiə üçün. Bu fəqət deyir ki, mən gəlmişəm bura bir pul qazanam. Ayda mənə 2-3 milyon, 5 milyon dövlət verəcəkdir, o məni görər. Mən burada dövlətin məmuruyam. Mən elə bir ki, orduçuyam. Mənə deyiblər ki, baş gətirəcəm. Müəllimin, ruznamenigarın, yazarın idealı olmalıdır. Hüquqçunun hətta, qanun, vəkilin, daha doğrusu vəkilinin idealı olmalıdır. Mən nə üçün girirəm bu herfiyə? Döktürün bir idealı olmalıdır. Mən nə üçün girirəm bu camiyə? Məslək ahlakına aykırıdır. Bu dediklərimizin hamısı deyir ki, o məsləklərə aykırıdır. Katib nə demək? Məsələn, siz gedirsiniz bir nəfərə bir məktub yazdırırsınız, dadlığa bir məktub yazdırırsınız, bir idarəyə bir şey yazdırırsınız, özünün savadınız yoxdur. Gedirsiniz, ya savadınız, hüquqi savadınız yoxdur. Gedirsiniz birindən yazdırırsınız, o sizin sırrınızı eşidir. Ona mənə katiblərin ağzı sıxı olmalıdır. Yəni, bu ittilaatdır, bu bəsisdir, bu o biridir, bu biridir, bu həmsayamdır, bu qonşumdur, bu deyim. Yox, bu yoxdur. Mütərcimlər də belədir. Mütərcim məsələn gəlir, bir nəfər deyir ki, məsələn, mən fahişiyəm İranda, gəlmişəm, pənahəndə oluram ərəqdə. Mən onlarca fahişənin keysini tərcümə eləmişəm farsdan türkcəyə, ya ərəbcədən türkcəyə. Və bizim əxlaq nədir? Əxlaq budur. Sən bir, o xanımdan su istifadə eləməyəcəksən, onu bir nənən kimi, bacın kimi görür. Deməyəcəksən ki, o tamam, bu fahişədir, göylü də var. İndi biz də bundan su istifadə edirik. Bildi, bizim yanımızda da bir bunun şeyi vardı. Qorxudarıq, deyərək, əgər mənlə olmasam belə elərəm. İranda dəqiqən bu gedir. Adamlar bir-birləri ilə yoldaşdılar, onun nənəsindən, bacısından, arvadından ötürü yoldaşdı. Ki, fəqət mən məsələn bir cürrüqlə bunun nənəsi ilə, bacısı ilə bir yola gedim, bir iş görüm. Katiblərin ağzı sıxı olmalı. Avukatlarla doktorların
kişilərin sırlarına sayğı göstərmələri də məslək əxlaqi gərəkindədir. Avukat yəni bu şeydir, latincədən gəlibdir Türkçəyə. Türkçədə, yəni İslamda olmadığı üçün avukat. İslamda iki tərəf var davanın. Biri şakidir, biri şakirin ənhidir. Bir də vəsətdə İranlılar qazi deyirlər. Bizlər ona hakim deyirik Türkçədə. Hakim bəy var. Üçüncü bəy ki, bu tərəflərin hərəsindən difa eləyə yoxdur. Qanunlar əsasında deyək ki, mən qanun əsasında bu qanun bilmir, mən bundan difa eləyim. İslamda olmadığı üçün bunu Avropadan alıblar. Avropadan aldığı üçün Avropalılar nə deyiblər? Həmin adı işləblər, avukat. İranda vəkil deyirlər. Həm ona vəkil deyirlər, həm məclisə gedənə vəkil deyirlər. Avukatlarla doktorların da, doktorlar da eyni bu cürdür. Kişilərin, kişi yəni şəxs. Türkçədə şəxs, şəxsiyyət. Yəni arvad kişi demədən insan. Şəxslərin, kişilərin sırlarına sayğı, sır deyir, sır. Allah kimi. Deyir ki, Allah səttarul uyubdur. Yəni sitr elir, örtür. Sır nə deməkdir dostlar? Sitrdəndir. Sitr nə deməkdir? Sitr öyrət. Yəni bu tənasülə əndamların üstünü örtmək. Nəinki pisdir ha, tənasülə əndamlar insanların ən gözəl əndamlarıdır. Və biz bilirik ki, nə qədər mühümdür, nə qədər ictimai rolu vardır və nə qədər əxlaqi rolu vardır, nə qədər şərəfli bir yerdir. İnsanın şərəfli yerləridir o övrət dediyimiz yerlər. Bunun üçün xanıma da övrət deyilir. Buna görə ki, çox şərəfli bir yerdir. Biz onun aşıqı yox. Biz ondan ötürü insanlara yaxınlaşırıq. Yəni, birini sevirik. Əlbəttə, qeyriz, məsələn, qızımız, nənəmiz, gəlinimiz, bacımız, bunlardan sonra. Yəni, öz xanımımızı, məsələn, sevirik. Ya birini aşıq oluruq, çox övrətinə aşıq oluruq əslində. Biz, qiyafə onun səmgəsidir. Biz o qiyafənin altında əşğanı gizlirik. Amma bu, vaqiyyət budur ki, mühüm bir, bunun üstünü örtür. Sır nə deməkdir? Sır istitar eləməkdir, örtməkdir. Biz bir eybi görürük, onun üstünü örtürük. Mənə nə ki, filan kəsinlə göz vurdular, öpüşdülər. Mənə nə? Əri var, yoxdur, mənə nə? Mən nə qarıyam? Mən o adamın özündən çox səlahını bilirəm. Mən çox əxlaqlıyam, yəni. Əxlaqlılıq bu deyil, gedəm xəlqi deyəm ki, sən niyə öpdün, sən niyə öpüş verdin, sənin arvadını öpüş verdi, sənin qızını öpüş verdi, sənin dədəni öpüş verdi, sənin nənəni öpüş verdi, sənin ərini öpüş verdi. Bunlar deyil, bu əxlaq deyil. Bu rəsmən ziddi insani bir rəftardır. Ziddi insani. İslam da bundan düşməndir. İslam da bundan. Əslən deyir ki, gözünü yumacaqsan. Allah uyacaqdır, Allah. İstəsə, özü eləyə bilməz sənə görsə də, ərinə görsə də. Allah bir dəstgah qoyardı adamların zehnində ki, arvadı bir ayrısına öpüş verəndə ona deyərdi ki, öpüş verdi. Əri də bir ayrısına öpüş verəndə arvad bilərdi ki, əri öpüş verdi. Uşaqlar da ha belə dədənənə bunu bilərdi. Niyə bunu Allah qoymayıbdı? Allah deyib ki, sənə nə rəbti var? Gözü örtəcəksən, gedəcəksən. Mənə nə öpür, mənə nə? Mən bu bir video gördüm, çox narahat oldum. Umaram ki, yalan bir videodur, oynayıblar bunu. Mənə belə gəldi əlbəttə, amma ki, oynayıblar. İnşallah düz olmaz deyək, yəni. Bir dənə qoca bir kişi öz nəvəsi ilə seks edir. Bu, məmuli bir adam deyil, yox, mərizdir. Təbii, bunlar bir də insanlar mərizdirlər. Yəni, bilirik ki, bizim məmləkətimizdə də var, toprağımızda da var, türklərin də içində var, farsların içində də var. Hər millətin içində bu mərizçilik var, mütəəssifanə. İnsanlar çarçı və dörd divar arasında saxlanırlar. Sən evlənənməsən, sən ərə gedənməsən, sən filan eləyənməsən. Məsələn, birinin arvadı ölür, ya əri ölür, qoymurlar evlənə, uşaqları. Ən böyük zülmü bunu eləyirlər. Ən böyük zülmü. Və bu, məsələn, dalda da gedir, bir işlər görür. Məsələn, bu kişini görsədirdi ki, bu filan cəmiyyətin rəisidir. Yəni, bir dənə ərəb cəmiyyətinin rəhbəridir. Məsələn, mən inanmadım, dedim, bu film inanmadım. Çünki, amma bu görsədir ki, üstdən, məsələn, 2-3 nəfər adamlar sazmandeh eləyiblər. Bilirlər ki, məsələn, bu adam
məsələn, bir dənə rəhbər harda olar? Siz mənə deyin. Normalda biz bunu nəqd eləməliyik da. Bir dənə rəhbərin bu imkanı vardı ki, evi olsun. Çünki bir dənə məsələn fərz elə bir dənə çiriş qrupunun rəisidir. Bunun 50 dənə, 100 dənə tim evi var. Bu hansı evə gedərsə, hər kəsi yanına gətirərsə gətirə bilər. Heç kəs də oradan girib içəriyə bunun otağına girə bilməz. Nədən bu məsələn bir dənə seks üçün gedə çöldə, dağda, bir dənə xarabiyə girə, xarabada da öz qızını apara, öz qızı ilə seks eləyəndə ayrı adamlar gələ bunu tutdu. Bu imkansızdır. Məncə qeyri-əqlani, şeydir, xüsusən böyük bir adama. Dedim, onun əlində imkan var seks eləməyə. Fərz edin ki, bir dənə hizbin rəisi əlində məsələn 300 dənə, 500 dənə, 1000 dənə əli altında xanım işləyir. Bunların bir hissəsini istəyərək mail olarlar ki, bunlar əlaqəyə girərlər. Çünki heç olmasa faydalanarlar. Yeməkdən, içməkdən, gəlməkdən, getməkdən, bir şey imkanatdan faydalanarlar. Ehtiyac yoxdur bu cədə qızı ilə təsəvvür. Və o birisi tərəfdən də eləyə bilər, gedə bir timin içinə deyək ki, hamımız çıxın eşiyə, mən bu xanımdan tək danışacağam, otur işin görə. Nədən bu gedə məsələn öz qızını gətirə, bir dənə xarabədə özə lider deyirəm. Gələ bu işi görə. Amma hər halda məsələn bu günləri bir belə video yayılır. Bilmirəm, umaram inşallah düz deyil. Bunun üstünü örtmək gərəkir. Siz niyə? Hətta deyək ki, bu qızı ilə eləyibdir, ya qızının qızı ilə eləyibdir. Siz bunun üstünü aşmaqla nə istəyirsiniz? Və nə cür bunu qabaqdan plan eləməsəz, nə cür bunu bilirsiniz ki, oradakı bu adamdır. Dürbünü aşmısınız, getmişsiniz bunu şey eləməyə. Bu bəllidir ki, bu adamlar nə İslamı düşünüblər, nə əxlaqı düşünüblər, nə səttarlıyıb olmağı düşünüblər. Bunlar sadəcə istəyirlər deyərlər ki, tamam biz bir nəfəri günahkar tutacağıq, onu edam edək. Bunlar adam axtarırlar, öldürərlər, abrısını apararlar. Bunlar yaşam tərzləri əxlaqi deyil. Bunların yaşam tərzləri cinayətdir. Cinayət nədir? Ağa, mən birinə deyəm ki, mən gördüm sənin qızın filan kəsinlə danışırdı. O dədə gedə onu döyə. Bu bir cinayətdir. Deyəm ki, mən gördüm sənin arvadın filan kəsinlə öpüşürdü. Bu nədir? Bunun əxlaqa rəbti yoxdur. Buna deyirəm ki, ged o arvadı öldür. Cinayət elə. O adamı qururam ki, cinayət eləsin. O cinayətdə mənim də şərikəm. Mən də şərikəm. Bununla bərabər bu məsləki əxlaqların yaptırmaları da vardır. Deyir ki, indi bu əxlaqı gəldi, hər məslək özünə bir əxlaq yaratdı ki, o birisi qruplar da bundan eləyə bilərlər, faydalansınlar, ya istifadə eləsinlər, işə tutsunlar, yapsınlar. Yəni, indi bununla bərabər bu məsləki əxlaqların ki, hər qrupun özünün sərasəri bir məmləkətdə başdan başa bir şey yayıldı, əxlaqların yaptırmaları da vardır. Bunu icra etmələri də vardır. Yəni, icra etmək budur. Bunu icra etməsən nə olar? Pis icra etməsən nə olar? Bax, iki cürə mücazatımız var. Bir var ki, bəzi şeyləri icra eləməyəsən. Məsələn, qızılıva ayrı bir şey qatmayacaqsan. Qatdın, yazacaqsan. İndi bunu qatmadın, özü bir qatmamaq var. Gərək qatmayasan. Qatsan mücazat olarsan. Bir də bunu var ki, məsələn, elam eləyəcəksən. Elam eləməsən mücazat olacaqsan. Yəni, bir yapmaq mücazatı var ki, əgər yapmasan mücazat olarsan. Bir də yapmamaq vardır ki, gərək yapmayasan. Yapsan mücazat olarsan. İki tərəflidir. Bu əxlaq gərək bunların hər ikisini bəlli eləyə. Məsələn, ruznameniqarlar rişvət alsalar, şeydirlər. Mücazat olmalıdırlar. İndi rüşvət almadı. Amma xəbəri doğru yazmadı. Yəni xəbəri də doğru yaza. Xəbəri də doğru yazmadı. Agəhini xəbər olaraq yazdı. İranda bu normudur. Xəbərniqarlara bu norm, təbii, norm, adət, rival, vaqei bir şeydir. Nədir? Ki, xəbərniqar deyirlər xəbəri ayəndə. Adam gəlir deyir ki, biz qərarlı 100 dana proje icra eləyək Təbrizdə. Adam götürür xəbər eləyir, böyük xəbər. 100 proje, 1000 proje در Təbriz. Amma bu xəbər deyil, bu agəhidir. Oğlum, o xəbər o zaman ki, iş yapıla. Yəni iş orada gedərlər deyirlər ki, bu proje yapıldı. Baxasın ki, indi məsələn 30 ildir Zəncan Təbriz arası qatar çəkiləcək. 30 ildir Təbrizin arası metrosu çəkiləcək. 30 ildir hər filan şey, hər il filan karxana 100 dana karxana düzəldəcək. 1000 dana karxana külü vuraq xəbər deyil. Xəbər deyil. Bunu xəbər eləməzsən. Sən bunu xəbər etsən xəyanətdir.
əxlaq qarşısı. Çünki bu acəhidir. Bu acəhidir. Adam istəyir deyir ki, mən bir işlər görəcəyəm. O xəbər deyil. İş görəcəyəm xəbər deyil. Deyiblər ki, adam iti dişləsə xəbərdir. Yox ki, adam desə iti dişləyəcəyəm. Adam desə, hamı deyə bilər ki, mən iti dişləyəcəyəm. Amma o xəbər olmaz. Amma o zaman xəbər olar ki, adam iti dişləyə. Parça-parça eləyə. Onda xəbər olar. Yoxsa mən gedəcəyəm iti dişləyəm. Xəbər deyil. Bu klasik misalı vurdum, fəqət bunu biləsiniz. Ki, İranda xəbərlər belə yazılır. Məsləkçi görevlərin bu yapımları hər məslək örgütünə özəl olaraq bulunması gerəkən heysiyyət divanlarıdır. Bu da mühümdür. İndi deyir ki, pəs əvvəl nədir? Hər əxlaqın bir yapım və mücazatı, yəni onu istəyək, beləsi deyək. Məsləki görevlərini, hər işin görevlərinin və vəzifəsini, vəzifə deyirik ərəbcə, farsçası yoxdur, bilmirəm. Bu yapımları yəni o qanunları, müqərrərat, əxlaqi müqərrəratı ki, deyir, bu işi gör, bu işi görmə. Misal vurdum qızılçıları, ruznamenikarları. Hər məslək örgütünə, hər məsləkin özünə, mən misal vurdum 2 dənə olsun, hər məsləkin örgütünə, sazmanına, təşkilatına, əncüməninə, sinfinə, nə bilim, hər nəmənəsinə, özəl olaraq, onun özünə məxsus olaraq, özəl olaraq bulunması gerəkən, deyir, bir dənə bulunması gerəkən vacibdir olsun. Olması vacib olan heysiyyət divanıdır. Heysiyyət divanıdır. Bir dənə, yəni nə mənə? Divan. Divan indi məhkəmə. Bir dənə heysiyyət divanıdır. Ağa, bu ruznameniqar mənə tohin eləyibdir. Orada deyəcəksən. Bu ruznameniqar xəbər yapmayıbdır, rüşvət alıbdır. Məsələn, mən özümün bir dənə iradımı deyim sizə. Mən 1373-də, 74-də danışqahda dərs oxuram, özümdə ruznamələrdə işləyirəm, filan bəhman. Həm ruznamə salamda işləyirəm, həm də bir-iki dənə ayrı məcəllə var, onlarda işləyirəm. Məcəllələrin birinin sərdəbiri dedi ki, mənim qardaşım metroda şeydir, metronun məhsuludur, bir qismətinin məhsuludur. Sabahları ruznamenikarlar gedəcəklər ora metronu görməyə. Sən də istərsən gedəsən. Dedim, tamam, gedərəm. Mən getdim, gördüm ki, metronun bəzi yerləri uçacaq. Teknoloji olaraq, mən mühəndislərim, amma baxanda gördüm ki, tökülür elə öz-özünə, töküləcək. Mən gəldim, bu adam dedi, nədir öldü? Dedim, valla, metro yıxılacaqdır və filan yerlərdə yıxılacaq, adam öləcəkdir. Bu metro düz deyil. Bu dedi ki, sən bunu yazma, mən bir qardaşımla danışım. Qardaşımla danışım, mənə dedi ki, sənə 5 milyon tümən o zaman. Mən onda ayda alırdım 64 min tümən. 5 milyon tümən mənə böyük puludur. Böyük pul. Ev ala bilərdim ondan. Yəni, bir dənə 30 metr, 40 metr, 50 metr ev alardım. Tehranın yerində, heç olmasa dalda yerində bir ev alardım. Bir yol. Mən getdim ruznaməyə, dedim ki, belə, səlama dedim ki, beləsi mənə belə bir rişvət pişnahad olur. Dostum mənə, sərdəbirimiz dedi ki, mən sənin yeri olsam alaram. Xəbəri də yazmaram. 5 milyon böyük puldur və lazimdir sənə. Sənin arvad uşağın var, evin var, eşiyin var, gəlirin də azdır. Sən bunu ala bilərsən, dərdivə vurarsan. O metronu görər, səndən sonra yüzlər nəfər görüb. Ya yazarlar, ya yazmazlar. Təhsən getməmsən, oraya neçə nəfər getmişdi? 160 nəfər. 160 nəfərdən fəqət sən niyə yazırsan, yazma. Sən pulu al cinə, çef elə. Mən sənin yerində dedi, olsam belə elərəm, amma sən özün bilərsən. Mən biraz fikirləşdim, gördüm ki, mən bunu alsam, özümə xiyanət edirəm, millətə xiyanət edirəm. Yazsam da, bu dostumla aramız deyəcək. Mən nə gördüm? 3-cü yolu seçdim. Nə yazım, nə də deyim. Nə pul alım. Və tamam dostlarım bu günəcə məni də anlayıblar. Kaş pulu alaydın. Sən ki bu işi görəcəkdin, kaş pulu alaydın. Amma sonra da orada adam öldü. Bunu da deyim. Sonra da orada adam öldü. Və mən məsulam orada. Çünki mən eləyə bilərdim onu deyəm. Dostluğa fəda eləməyəm. Amma fəda elədim. Burada mən bu millətə xiyanət eləməm. Ölənlərin qanından mənim də boynumda var. Umaram ki, Allahım və onlar məni bağışlayırlar. Ha, indi nədir? Heysiyyət divanları, məsələn, bir dənə xəbərniqar da şikayət eləyə bilər. O cəmiyyətə, filan kəs mənə iftira atdı.
Yazar da. Eyni halda da millət də onların əleyhinə şikayət eləyə bilər. Fərdilərin məslək uzmanlarına qarşı həyatlarını, onurlarını, özgürlük və çıxarlarını qoruyacaq tək yaptırım işdə bu məslək əxlaqa aid örgütlərdən və yönətməliklərdən ibarətdir. Deyir ki, fərdilərin, türkçəsi bireylər, bireylərin, yəni hər insanın məslək uzmanlarına qarşı, işlə mütəxəssislərinin qarşı, yəni qabağında, qarşısında, müqabilində həyatlarını, bizim həyatımızı, yəni o məsləklərdə, onurlarını, qürurlarını, özgürlük, azadlıqlarını və çıxarlarını və bizim mənafeyimizi qoruyacaq, qorumaq lazımdır. Tək yaptırım, təkcə bir təşkilat ki, bizim bu haqlarımızdan, həyatımızdan, məsələn, indi İranda standart var, təşkilatı, amma insanlar nə bilim nə mənə vururlar, vaksin adına 13 milyona, 15 milyona satırlar, adamlar alırlar, vururlar canlarına və bu vaksinləri satanlar Türkiyə dövləti 50 kamyona yaxın vaksin və soron veribdi dövlətə. Ya zəlzələdə mən gördüm, mən zəlzələlərdə gördüm. Mən Bəm zəlzələsində getdim Bəmə, oradan getdim Almana, oradan gəldim, getdim zindana, apardılar zindana. Mən zindanda gördüm ki, Bəmə gələn pətuları, biskvitləri, suları, hər nəyi ki desəm millət vermişdi, satmışlar zindana. Və zindanda da zindanın sahibləri zindanlılara vermirdilər. Bunları satırdılar bizlərə və sonra da zindandan çıxadırdılar, apardılar bazarda, Təbriz bazarında satırdılar. Demirəm, Təbriz bazarı tək deyildi. Təbriz bazarı ən son yer idi ki, oraya yetişirdi. İranın hər yerində satmışlar, biraz da Təbrizə gəlmişdi. Bu nə deməkdir? Onlar Hilal Əhmər və kömək yığan yerlər xiyanət eləmişlər millətə. Millətdən almışlar, amma aparmışlar ayrı yerə. İndi burada nə deyir? Deyir ki, o əxlaq qrupları ki, dürüzlükdə şeylərin içində, sınıfların içində tək yaptırım işte bu məsləki əxlaqa aid ürgütlərdən, yəni deyir ki, o cəmiyyətlər ki, dedik divan, heysiyyət divanlarıdır, onlar təhcə yerdir ki, biz gedəcəyik orada şikayət edək, dadlığa getməyəcəyik. Gedəcəyik orada, çünki bu uzmanların qabağındaca biz uzmana döktür, mənim arvadımı ya özümə əllədi. Bunu deyə bilən bir yerdə. Mənim sırrımı verdi ayrısına. Vəkil mənim işimə yetişmədi. Ruznamənigara mən xəbər verdim, adımı verdi dövlətə. Bunları müraciə eləyəcəksə ora məsləki əxlaqa aid örgütlərdən, dedim təşkilatlardan və yönətməliklərdən, yəni yönətəmliklərdən, yəni müdiriyyətdən ibarətdir. Bunlardan ibarətdir. Yəni bunları cərə pis eləyə bilək ki, o şeylərdən şikayət eləyək. Bunlar var olmadıqca, yəni bu təşkilatın o qisməti ki, heysiyyət divanları olmadıqca fərqli məslək arasında gerçək bir dayanışma var olamaz. Bu əxlaqi qanun və əxlaqi təşkilat. Yəni əslən beləsi yox. Əvvəl bir hər sınıfın özünün bir qurumu, yəni cəmiyyəti, sınıfı, əncüməni, sendikası, hər nə deyirsiniz, hər nə olursa o. Ondan sonra onlar bir qrup düzəldərlər ki, qanun yazalar. O qanun əxlaqi qanun. O əxlaqi qanunlardan siz şikayət eləmək yeriz ola. Şikayət edə bilərsiniz. Bunlar olandan sonra nə olar? Bunlar var olduqca fərqli məsləklər arasında gerçək bir dayanışma var olamaz. Əgər bunlar olmasa, vaqi bir dayanışma işlər arasında olmaz. İndi yuxarıdakı sözləri özətləyəlim. Üstəki bu bir səfəni ki danışdıq, deyiblər, xülasə eləyəlim. Görüm xülasəsi uzun olmasa, oxuyayım, uzun olsa 62-ci səhifəni quturmuşuq. Qalsın. 61-ci səhifəni qutardıq, 60-cı səhifəyə girdik. Çox sağ olun, dostlar, təşəkkür edirəm, var olasınız, sağ olasınız. Gördüyü kimi, görürük ki, İranda əxlaq çökübdür, deyəndə ki, camiə çökübdür. Budur, yəni, sınıfı əxlaqlar yoxdur. Bəqqalların əxlaq usulu yoxdur. Hər kəs hər nə söyür, hər nəyi satır, hər nə cür istir, o cür edir. Tolid konəndənin, tozih konəndənin heç bir işdə əxlaq yoxdur. Qural yoxdur. Var ha, yazılıb var. Amma heç kəs onu icra eləmir. Çünki dövlət qanununu icra eləmir. Dövlət öz qanunu aparır məclisə, onu icra eləmir.
Məclis qanun təsvib edir, özü icra eləmir. Qüvvə-i qəzaiyyə məcburdur qanunları icra eləsin, özü icra eləmir. Zəmanət də yox, baxmır da. Tamam, baxmayacaq. Çünki özü icra eləməyəndən sonra niyə baxsın ki, dövlət icra edir ya yox? Niyə baxsın ki, görsün məclis nümayəndələri icra edir ya yox? Niyə baxsın ki, görsün ki, dövlət özü icra edir ya yox? O halda millətə nə mənə gəlibdir? Millətin də bu da bir əslidir. Deyir ki, əgər lider siqar çəksə, bir dana molla bunu mələkutiyə dedi. Mən bunu qulağımla eşitdim, gözümlə də gördüm. Bu cələsədə oldum. Mələkutiyə, hətta zəbt olubdu bu fikirəm ki, var. Deyir ki, Müslüm mələkutiyə deyir. Sən siqar çəksən, millət tiryək çəkər. Niyə? O bir dana Xorasanlı bir molla idi, gəlmişdi, bunun da üstünə qışqıra bilirdi. O Ayətullah deyildi, bu Ayətullah idi, amma Ayətullahın üstünə qışqırdı. Fars əgəmənliyi burada var idi. Amma eyni halda bir dana adam idi ki, həm əqəbbanda idi, geri idi, maşına minmirdi. Geri qalmış bir molla idi. Həm də bu cəsarəti var idi ki, mələkutiyə deyirdi ki, sən siqar çəksən, millət teriyə çəkər. Bu bir vaqiyyətdir. Ərəblər deyiblər, ən-nasu ələ muluk dinihim. Əgər millət rəhbərlərinin dinində olar. Əgər rəhbər yalan danışsa, millət yalan danışmaq onlara adi olar. Əgər rəhbər xilaf eləsə, millət xilafın başını elər. Çünki o xilaf eləyən özü də adamını tuta bilməz ki, axı. Bunun üçün görürsünüz ki, indi İranda ixtilas, riba, hər şey belə qanuni şəkildə davam tapır və dövlət də bunun dalısında durub, məclis də dalısında durub, qüvvə-i qəzaiyyə də dalısında durub, rəhbər də bunun dalısında durub, ordu da bunun dalısında durub, sipah da bunun dalısında durub, ittilaat da bunun dalısında durub, polis də. Çünki hamısı bundan istifadə edirlər. Hamısı bundan faydalanır. Məvadlı müxəddiri kim qaçıq edir? Bunlar. Amma səni məni tuturlar çünki sən ondan işləmirsən. Sən də ondan işləsən tutmazlar. Sən ged onlara deyən, bundan bu yüzden mən sizdən alacağam, sizdən satacağam. Əlizində alana möhür vuracaqlar, deyəcəklər ki, etkinə. Hər halda istədim fəqət deyəm ki, İranda bu tür bir çöküş var və camişünaslar da bunu görənmirlər. Niyə? Çünki camişünası da İranda çökübdür. Rəvanşünası da çöküb. Hər şey çöküb İranda. Əslində İranda bir uzmanlıq deyə əxlaqi bir şey yoxdur. Mənim nənəm getmişdi bimarısında gözünə əməl eləmişdi. Gözünün bilməm, mürvarid gəlmişdi, nə gəlmişdi? Bir şey gəlmişdi hər halda. Bunu götürəcəklər. Bir yarım saatlıq işi var idi. Nənəm gələndən bir neçə ay sonra gördük ki, nənəmin gözünün qərəsi, bilirsiniz, bəbək deyirik türkcə, o qərəni bıçaqla vurubdu, ortadan çəkib getib ağın ortasınacan. Çünki o bilirsiniz, bir civə kimi bir şeydir. Yəni, ət deyil ki, ətin üstünə yapışsın. Onun üstündə nazik bir qabıq var. Çox nazik ki, amma o qədər həssasdır. O civə kimi bir şeydir, su kimi bir şeydir. Onu vurub dəlib, oradan ora gətiribdir, bir dənə arx çəkibdir. Mənim nənəmin gözü, indi bir gözü, o bəbək dağılıbdır ağın içinə, bir dənə xəttdir orada. Yumru deyil, bəbək deyil, xəttdir, uzun bir xəttdir. Və biz buna şikayət eləyə bilmirik. Müəllim mənim oğlumu mən zindanda olanda dövlətdən tərəfdarlıq eləyə, mənim oğlumu aparıb qarın içində yatırdıbdı. Və mənim oğlum fələc olub, mənə də uşaqlarım deməyiblər. Ta mən gəldim Kanadaya gələndən sonra bir gün mənə dedilər ki, Məmməd Rza bir aya yaxın fələc olmuşdu. Niyə fələc olmuşdu? Müəllim, mənim oğlumu ki 19'u yoxdur, hamısı 20'dir. Fəqət dədəsi zindandadır, biz də bunu mücazat eləyək. Aparıb yatırdıbdı qarın içində, uşaq donubdu, qışları fələc olubdu. Və biz bunu bir yerə şikayət eləyə bilmirik. Bədbəxtçilik budur. Yəni, ailə şikayət eləyə bilməyiblər bir yerə. Hara şikayət edir? Kimə şikayət edir? Çünki amcıq pərvəriş bunu bilə-bilə eləyibdi. Yəni, mədrəsə bilir bunu. Bunu gərək dövlətə elam eləyə. Amcıq pərvərişə gərək bunu apararlar bimarısında yatırdılar, dava dərman eləyərlər. Amma bunu əl-ayağa düşüblər. Bunun əlini öpək, onun ayağını öpək, bilməmişik, iştiba eləmişik. Necə ki, bilməmişik? Sən xəsarət vurmuşsan. Mənim oğlum indi mümkündür ki, məsələn, 100 yaşınacan bu mərisçilik bir yerdə bunu yerə vuracaq. Və sən bunun məsulunsan. Amma yox, bura İrandır. İranda əxlaqi sınıf yoxdur. Sınıf əxlaqı yoxdur. Və sınıf əxlaqının zəmanət icraisi yoxdur. Və zəmanət icraisi yoxdur ki, o sınıfda olanlar tərəfsiz olalar. Və göz qabağında deyil. Yəni, mən indi şikayət edirəm oradan. Göz qabağında deyil, bunu yaxşı ağa, bu mənim oğlum, bu da bu mədrəsə, bu da müəllim, bu şikayət ediblər, gəlin yetişək ruznamədə, mətbuat, hər kəs 10 nəfər gəlsin, bu da şahid olsun, görək qəziyyə nə mənədir. Yoxdur. Niyə? Çünki sistem
əxlaqən çökübdür. İran təcziyə, milləl adında təcziyə olmayıb. İran içəridən hər cəhətdən təcziyə olub. Yəni insanlar bir-birinə rəhm eləmir. Rəhm deyə, mürüvvət deyə bir şey İranda qalmayıbdır. Hər kəsə harda soydu, namus ola, pul ola, hər nə mənə orada aparır. Bərəndədir. Deyir, mən bərəndiyəm, əlon aparıram, bərəndiyəm, aparmayan bərəndə deyil. Sağ olun, sağ qalın, görüşmək üzrə.